Gələ-gələ yolda xəbər oxuyuram. Yazılıb ki, Lənkəranda zibillikdən 2 kişi meyit aşkarlanıb. Öz-özümə düşünürəm ki, biz bu başında səhər, o Yayına başlayan kimi niyə belə xəbərlərlə başlayırıq ax? Nə olub yenə? Yenə nə baş verir? bir başında gecə olan ölkə deyilik. Bu bəzi hadisələr gözümüzdən necə yayınır? Mən bilmirəm. Özdə meyitdən yanmış meyit olub. Biraz da xəbər tutmasaydıq, yoxa çıxıb gedəcəkdilər. Hər an nəsə ola biləcək bir gündəmimiz var. Azərbaycana PUA ilə keçirmək istəyən adamlar saxlanılıb. Kişilər PUA nə ola? Onunla da o PUA-larla müharibə qazandılar, tarix yazdılar. Bu bəzi dırnaqarası adamlar da murdar işlər görür. tipinə bax bunun. Zəhməti yoxdur. Bax, nə edirsən elə, bu ölkədə maşın park eləmək dərdi həmişə var. Maşını zibil qablarının önündə saxlayan adam bu səfər belə cəzalandırılıb. Bəlkə 100 mininci hadisədir, amma yenə də təkrarlanır. Bu səfər sağ olsunlar, yüngül cəzalandırıblar. Əvvəl yerli cəmaət zibili az ediblər elə. Ağzımdan aldın elə. Deyəcəkdim ki, elə yaxşı, sən şükür elə ki, o zibili sənin maşının üstə tökməyiblər. İndi sadəcə sağına soluna zibil qabları qoyub barikad yaradıblar. Ən azından sürücü başa düşsün ki, burada maşın saxlamaq olmaz. Oyuna az yaşlı azərkeş daxil olub. Deyirlər bu uşağı, yəni belə videoda gördüm mən. Uşağın üstünə belinə mindi həyata. Uşaq deyirsən ona daha tez satarsan, tutarsan, səndən ara qaçır uşaq. Uzaqdan da görürsən də uşaqdır indi. Qanı qaynayan vaxtıdır, şıltaqlıqdır, elədi. Yəni bu göz yummaq olar. Valideynə cəza yağlarsan, işte bu qədər bitdi, getdi yəni. Futbolçulara yaxınlaşıb şəkil çəkdirmək istəsə də buna mühafizəçilər mane olublar. Mane olmaq tipinə bax sən. Oyunçuların təhlükəsizliyi tam təmin olunmalıdır. İndi bu uşaq girib siz bunu tutmusunuz. Daha niyə terrorist tutmuş kimi davranırsınız? Onu. Hopsina bu oradan əl atdı da indicə bu da.